Salam dəyərli şagirdlər. Bu gün biz 9-cu sinif kimya dərsliyində 1.1 nisbi atom kütləsi və nisbi molekul kütləsi mövzusunu başlığı altındakı sualların izahına birgə baxacağıq. Gəlin əvvəlcə öyrəndilərini tətbiq edindən başlayaq. Aşağıdakı izotoplardan istifadə edərək elementlərin nisbi atom kütləsini hesablayın. Bizə birinci verib bor 20% və 80%. Həmçinin onların yeni uşaqlar izotoplarını da qeyd edib. Gəlin hesablayaq. İzotoplara görə nisbi atom kütləsini hesablayanda Air bərabərdir. Birincinin kütləsi, yəni B10 izotopu vurulsun, onun verilmiş faizi 20 üzərinə gəlinsin. Nə uşaqlar? B11 izotopu vurulsun, onun verilmiş faizi yəni 80. Aşağıda da nə yazırıq uşaqlar? Bu faizlərin cəmi yəni 100%. Bunu da hesablasaq, 10 vurulsun 20 200 eləyər. 11 vurulsun 80 eləyər 880. Bölünsün 100. Bunu da cəmi eləyir uşaqlar. 1080, onu da bölsəm, alınar 10,8. İkinciyə baxaq. Bu oldu A variantı. B variantını verib bizə mis üçün. Air bərabərdir. 63 vurulsun 69. Üzərinə gəlinsin 65. Vurulsun faizi yəni 31. Bölünsün faizlərin cəmi olacaq 100 şəklində. Bunu da hesablasaq. Bir dəqiqə kalkulyatorunu hesablayaq uşaqlar. 63-ü alındı 4347. Üzərinə gəlinsin 2015. Bölünsün 100 şəklində. Bunu da hesablasaq alınar bölünsün 100. 63'dan %62 şəklində. Bu qədər. Birincidə aldıq 10,8, ikincidə də aldıq 63,62. İkinci suala baxaq. X elementi xlor 35 və xlor 37 izotoplarının ibarətdir. Elementlərin nisbi atom kütləsi. Baxın, burada artıq nisbi atom kütləsini, yəni Air'i 35,5 veribdir. Təbii qarşılıqda izotopların faizini hesablayın. Gəlin yazaq uşaqlar. Bizə Air nə veribdir? 35,5. 35,5 bərabərdir. Nəyə? İndi bizə nə yazıbdır? Yazıb ki, X elementi xlor 35 izotopu var və xlor 37 izotopu var. Tutaq ki, nədir? Ümumi cəm nə olurdu uşaqlar? 100%-ə bərabər olurdu. 100%-ə bərabər olurdusa, mən xlor 35 izotopunu X-la işarə edirəm. Baxın, burada yazıram. Xlor 35 izotopu X-la işarə elədim. Xlor 37 izotopunu da cəm 100-ə bərabər olduğu üçün 100 çıxılsın X-la işarə elədik. İndi gəlin yazıq. Necə hesablayırdıq? İzotop, yəni 35 vurulsun faiz. Baxın, bu 100% şəklində olduğu üçün bunu belə yazdım, bunu da belə yazdım. Faizi nə qədərdir xlor 35'in? X faizdir. Vurulsun X, üzərinə gəlinsin. Xlor 37 izotopudur. 37 vurulsun. Faizi nə qədərdir? 100 çıxılsın X şəklindədir. 100 çıxılsın X. Bölünsün. Ümumi cəm nə qədər eləyir? 100% olduğu üçün böləcəyik 100-ə. Əla. İndi gəlin bunu aşağıda hesablayıram uşaqlar. Baxın, 35,5'i vurdum 100'ə. Aldıq 3550. Bərabərdir 35x. Üzərinə gəlinsin. 37'ni vurdum 100'ə oldu. 3700. 37'ni də x-a vurdum. Aldıq 37x şəklində. Aşağıda hesablayaq uşaqlar. Baxın. 3550 bərabərdir. 35'dən çıxdım. Aldıq 3700. Çıxılsın 2x şəklində. Bunu da hesablasaq. Alınar 2x bərabərdir 150'yə. X da bərabərdir. 150'ni də 2'yə böldüm. 75 şəklində. Baxın indi uşaqlar. Nə görürük? Biz X aldıq 75. Deməli, xlor 35 izotopumuz 75%dirsə, xlor 37 izotopumuz da 100 çıxılsın 75, yəni 25% olacaq. Bu da belə. Ümid edirəm ki, aydın oldu uşaqlar. Üçüncü suala baxaq. H2O, CO2, natrium xlor, maqnezium minus 2 dəfə C6H12 6. Verilmiş maddələrdən hansının nisbi molekul kütləsi, hansının nisbi formul kütləsi hesablanır? Uşaqlar, mövzunun içərisində molekul kütləsi ilə formul kütləsini öyrəndik. Nə dedik? Nisbi molekul kütləsi o idi ki, onlara ancaq biz molekulyar quruluşlu maddələrə aid edirdik və molekulyar quruluşlu maddələr üçün hesablayırdıq. Molekulyar quruluşlu maddələri biz necə öyrənmişdik? 8-ci sinif mövzusunda da öyrənmişdik ki, molekulyar quruluşlu maddələr qeyri-metal, yəni kovalent rabitə ilə birləşən maddələr arasında yaranırdı. Nisbi formul kütləsi isə ion quruluşlu maddələr üçün hesablanırdı. İon quruluşlu maddələr nə idi uşaqlar? Metalla qeyri-metal arasında yaranırdı. Müsbət və mənfi yüklü ionlar elektrostatik cazibə qüvvəsinin təsiri nəticəsində birləşirdi. Qısacası onu demək istəyirəm ki, molekul kütləsi deyəndə biz qeyri-metal arasında olan birləşmə tapmalıyıq. Formul kütləsi isə deyəndə metal, qeyri-metal arasındakı birləşməni tapmalıyıq.
İndi gəlin tapaq uşaqlar. Baxın, H2O nədir? Kovalent rabitə ilə birləşibdir. Qeyri-metal arasında olubdur. Ona görə də nə olacaq? Nisbi molekul kütləsi. Baxın, birinci yazıram. Molekul kütləsi. O biri də bizdə verib formul kütləsi. Formul kütləsi. Molekul kütləsinə birinci aid elədik H2O-nu. CO2 ilə həmçinin nədir uşaqlar? Qeyri-metal arasında yaranıbdır. Deməli, nə olacaqdır? Molekul kütləsi. Üçüncüdə yazıb natrium xlor. Natrium xlor nədir? Metalla qeyri-metal arasında yaranıbdır. Ona görə də ion quruluşlu maddəyə aiddir. İon quruluşlu maddə olduğu üçün biz onu nisbi formul kütləsindən hesablayırdıq. Üçüncünü yazdıq formul kütləsinə. Dördüncüdə verib. Maqnezium NO3 2 dəfə metalla qeyri-metal arasında yaranıbdır. Ona görə də nə olacaq? Nisbi formul kütləsinə aid olacaq. C6H12 6 isə qeyri-metal arasında kovalent rabitə ilə birləşdiyinə görə də onu biz nisbi molekul kütləsinə aid eləyəcəyik. Bu da 5-ci buraya oldu. Baxaq, sonra bizə nə verib? Hər bir maddənin emerini hesablayın. Gəlin emerini hesablayaq uşaqlar. Birincidə bizə verib H2O. H2O-nu hesablamaq üçün yazıram emer H2O. Hidrogen nədir uşaqlar? Kütləsi 1-dir. İndeksinə vurdum. 1 vurulsun 2. Oksigen nə qədərdir uşaqlar? 16-dır. 1 vurulsun. İndeksində həsə bir rəqəm olmadığına görə 1 vurulsun. Elə 16 olacaq. Nə qədər? 16. Ümumi cəmimizdə oldu 18 şəklində. İkinciyə baxaq. Bizə verib MrCO2. Gəlin hesablayaq uşaqlar. Karbon nə qədərdir? 12-dir. 12 vurulsun. İndeksi 1-dir. 1 olduğu üçün 12 vurulsun. Pi şəklində yazdım. Oksigen nə qədərdir? 16-dır. 16-nı da vurdum 2-yə. Oldu 32. 32-nin üzərinə 12-ni gəlsək alarıq. Nisbi, yəni emerini alarıq 44 şəklində. Üçüncüdə bizə verib natrium xlor. Emer, natrium xlor yazdıq. Natriumdan bir dənədir, xlordan da bir dənədir. Deməli, neyəcəyik? Elə özünə vuracağıq. 1 vurulsun 23, üzərinə gəlsin. 1 vurulsun 35,5. Bunun da emerini aldıq. 23 də gəlsin 35,58,5 şəklində. Sonra bizə verib maqnezium NO3 2 dəfə. Gəlin onu da yazaq. Emer, maqnezium NO3 2 dəfə. Bunu da hesablasaq. Maqneziumumuz nə qədərdir uşaqlar? Belə hesablayaq. Gəlin birinci bunu hesablayaq uşaqlar. Bu nədir? Azotumuz 14-dür. Düzdürmü? Oksigenimiz nə qədərdir? 16-dır. Bunu hesablasam 14 vurulsun. Azotun indeksi 1-dir. Oksigen 16-dır. İndeksi 3-dür. Və burada nə var uşaqlar? 2 var. Deməli, nə etməliyik? Bütün bunu hesablayandan sonra, baxın, bunu istəyirsiniz belə ayıraq. Əvvəlcə biz bu hissəni hesablayırıq. Sonra da maqneziumun üzərinə gələcəyik. Burada da 2 olduğuna görə nə edəcəyik? Vuracağıq 2-yə. Bunu hesablasaq, alarıq 14 üzərinə gəlsin 48, vurulsun 2 şəklində. 14-ün üzərinə 48 gəlsəm alınar. Bircə dəqiqə. 14-ün üzərinə 48 gəldik, vurduq 2, alındı 124 şəklində. Maqneziumda kütləsi nə qədərdir? 24-dür. Cəmləsək, alarıq 148. Emerini də aldıq 148 şəklində. 5-ciyə baxırıq. 5-cidə bizə verib C6H12 6. Emer C6. C6'ya oxşamadı bu uşaqlar. Bircə dəqiqə. C6, H12, O6. Karbon kütləsi nədir? 12-dir. 12 vurulsun, indeks 6. Hidrogen kütləsi nədir? 1-dir. 1 vurulsun, 12. Oksigen kütləsi nədir? 16-dır. 16 vurulsun, 6 şəklində oldu. 12-ni də bunu da hesablasaq. 72 üstə gəlsin, 12, 84. Bir dəqiqə, 16-nı da vursaq 6-ya, 96. Üzərinə də gəldik, alındı 180 şəklində. Bunun demiri oldu 180. Öyrəndiklərinizi yoxlayına baxaq uşaqlar. Nisbi atom kütləsi nədir? Nə üçün nisbi sözü ilə ifadə edilir? Nisbi atom kütləsi elementin izotoplarının orta kütləsinin karbon 12 atomunun kütləsinin 12-də 1 hissəsinə bərabər idi. Nə üçün nisbi sözü istifadə edilir deyilirsə uşaqlar? Nisbi niyə deyilir? Çünki biz onun kütləsini birbaşa qramdan ölçmürük. Adı üstündə nisbidir. Yəni biz onu müqayisə yolu ilə tapırıq. Müqayisə yolu ilə tapdığımıza görə nisbi sözündən istifadə edirik. İkinci suala baxaq. Nisbi molekul kütləsi və nisbi formul kütləsi hər ikisi qısa şəkildə emer kimi yazılır. Onların fərqi nədir? Biz az öncə də qeyd elədik ki, nisbi molekul kütləsi molekullardan ibarət olan maddələr üçün işlədilirdi. Məsələn, hansılar misal göstərə bilərik? Suyu misal edə bilərik, karbon qazını misal edə bilərik, amonyak misal edə bilərik.
neyinirdi? Molekulyar quruluşlu maddələr arasında yaranırdı. Qeyri-metal, yəni kovalent rabitə ilə birləşirdi. Nisbi formu kütləsi isə ion quruluşlu maddələr üçün işlədilirdi. İon quruluşlu maddələr də nə idi uşaqlar? Metalla qeyri-metal arasında yaranırdı. Məsələn, ona da biz misal verə bilərik. Natrium xloru, kalsium karbonatı. Məsələn, maqnezium NO3 2 dəfəni. Bunların hər birində biz verə bilərik ion quruluşlu maddələr üçün. Bunun da əsas fərqi nə oldu? Molekul kütləsi və formul kütləsi arasındakı fərq biri molekullardan ibarətdir, o biri isə ion quruluşlu maddələrdən ibarət olur. Üçüncü suala baxaq. H2S və NH3 molekullarının hansının nisbi molekul kütləsi və neçə dəfə böyükdür? Cavabınızı hesablama ilə əsaslandırın. Gəlin hesablayaq uşaqlar. Deməli, bizə verib H2S. Yazıram Mr H2S. Hesablayaq. Hidrogen nədir? Kütləsi 1-dir, indeksi 2-dir. Kükürdün kütləsi 32-dir, indeksi 1-dir. 32 vurulsun 1 şəklində yazdım. Aldıq nə? 34. İkincidə verib bizə NH3. Düzdürmü? Mr NH3. Azot kütləsi 14-dür, indeksi 1-dir. 14 vurulsun 1 şəklindədir. Hidrogen kütləsi 1-dir, indeksi 3-dür. Cəmi oldu 17. İndi deyir ki, neçə dəfə molekul kütlələrini hesabladıq və neçə dəfə böyük olduğunu soruşur. Uşaqlar, 34-ü də 17-yə bölsək nə olar? 2 dəfə böyük olduğunu görmək olar. Sonuncuya da baxaq. Maddələrdən hər birinin nisbi formul kütləsini hesablayın. Nisbi formul kütləsi ilə nisbi molekul kütləsi eyni idi. Sadəcə biz emirləri hesablamalıyıq uşaqlar. Gəlin hesablayaq. Emir, NH4, NO3. Aha, gəlin yazıq. Bizə baxın uşaqlar. Burada nə görürük? Görürük ki, 2 dənə azot var. 2 dənə azot olduğu üçün 2 yazdım. Vurulsun. Kütləsi nə qədərdir? 14-dür. Üzərinə gəlinsin. Hidrogen kütləsi 1-dir. İndeksi 4-dür. Azotu yazdıq. Oksigen kütləsi 16-dır. İndeksi də 3-dür. Vurduq üst şəklində də yazdıq. 28 də gəlsin 4 oldu. 32, 33-ün də üzərinə 48 gəlsək alınar 80. Aha. İkinciyə baxıram. Bizə verib Mr kalsium CO3. Hesablayaq. Kalsiumun kütləsi 40-dır, indeksi 1-dir. Karbonun kütləsi 12-dir, indeksi 1-dir. Oksigenin kütləsi 16-dır, indeksi isə nədir uşaqlar? 3-dür. Cəmlədik. 40 üstə 12 oldu. 52, 52-nin də üstünə 48 gəlsəm alınar 100. Aha. Bunu da yazdıq. Qırmızı biraz çox tünd görünür. Gəlin o birinə də baxaq. Mr magnezium 3 PO4 2 dəfə. Hesablayaq. Gəlin istəyirsiniz yenə də əvvəlcə buranı hesablayıram. Baxın uşaqlar, buranı hesablayıram. Fosforun kütləsi nə qədərdir? 31-dir. İndeksi 1-dir. Vurulsun, yəni 1 şəklində yazdım. Oksigen kütləsi 16-dır. İndeksi 4-dür. Vurulsun 4 şəklində yazdım. Burada nə görürük? İndeksində əlavə 2 var. Yəni mörtəzənin ümumi cəmini də vurmalıyıq 2-yə. Gəlin vuraq. 31-in üzərinə gəldim 64. 64'ü də oldu. Nə qədər? 95. 95'i də 2'ye vursam alınar 190. Aha. Buranı tapdıq 190. Düzdürmü? İndi magneziumu da hesablasaq. Üzərinə gəlinsin. Magneziumun kütləsi 24'dür. 24 vurulsun 3 olar. Bunu da cəmləsəm 190 üstə gəlsin 72 olar. Cəm də alınar 262 şəklində. D-yə də baxıram. Gəlin biraz da fərqli rəng olsun. Yaşıl rəng olsun bu dəfə də. Emir alüminium 2 SO4 3 dəfə. Aha, hesablayıram. Gəlin nə edirəm? Birinci bu hissəni hesablayıram. Baxın, bu hissəni hesablasaq bizə nə veribdi? Kükürt veribdi. Kükürdün kütləsi bərabər yazıram. Kükürdün kütləsi nə qədərdir? 32'dir. İndeksi 1'dir. Vurulsun 1 yazdım. Oksigen kütləsi 16'dır. İndeksi 4'dür. Baxın burada 3 var. Yəni bunların cəmini də vurmalıyıq 3'ə. Buranı hesablayıram. 32 üzərinə gəlsin 64. Alınır deməli 96. 96'ını da 3'ə vursaq. Bizdə dəqiqə 96'ını 3'ə vuraq uşaqlar. Tələsməyin. Alınan 288. Aha, 288 üzərinə gəlinsin. Alüminiumun kütləsi 27'dir. İndeksi 2'dir. 27 vurulsun 2 olar. 288'in də üzərinə neçə gəlməliyik? 54 gəlməliyik. Onu da cəmləsək alınar 342 şəklində. Bu qədər. Emirlərini də hesabladıq. İzahımız yekunlaşdı. Ümid edirəm ki, aydın oldu uşaqlar sizə hər biri. Çünki siz sadəcə bunların kütlələrini bilərək nisbi molekul kütləsini də çox rahatlıqla hesablaya bilərsiniz. Emirləri də hesablaya bilərsiniz. Aydın olmayan hissələri rəy bölməsində yazarsınız. Yenidən mən sizə o hissəni izah verə bilərəm. Kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı, videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.